3, 2, 1, go! Yeah! The Olympic Stadium is officially open for business, ladies and gentlemen. Londonun Olimpiyada stadionu şarlar, rəngarəng işıqlar və alqışlarla açıldı. İdman pərəstişkarları yarışlara tamaşa etmək üçün Olimpiyada parkında toplaşmışlar. Burada water polo və xokkey də daxil edilməklə bir neçə idman növü üzrə yarış keçirilir. Hətta təmir işləri gedən zaman belə Olimpiyada parkında oyunlar davam edir. Stadionda işləyən Rumıniyalı Vlad adlı fəhlə buradakı təmir işlərinin digərlərindən fərqli olduğunu deyir. Burada tamamilə başqa hisslər keçirirsən. Bunu başa salmaq çətindir. Əsasən də Olimpiyaya başlamazdan əvvəl keçirilən sınaq yarışları zamanı. Belə hissləri insan həyatında bir dəfə keçirə bilir. Bir neçə ay bundan sonra Olimpiyada oyunlarında iştirak etmək üçün Londona Vladın vətəni və digər ölkələrdən idmançılar gələcək. Qaçış üzrə idmançı David Bishop da daxil edilməklə idmançılar Olimpiya komandası şəklində yarışacaqlarına ümid bəsləyirlər. Mənim buraya gəlməkdə məqsədim burada qaçarkən nə hiss edəcəyimdə idi. Bu mənə gələn bir neçə ay müddətində yardım edə və motivasiya verə bilər. London Olimpiyadaya Hazırlıq Təşkilatının sədri və 4 dəfə Olimpiya çempionu Sebastian Coe buraya sınaq yarışlarında iştirak edən gənc idmançılarla təmasda olmaq və 7 ildir davam edən hazırlıqların nəticələrini görmək üçün gəldiyini deyir. We're making sure that no stone is left unturned and that testing is across everything from Hər şeyin qaydasında olduğundan əmin olmaq istəyirik. Biz tamaşaçıların təhlükəsizliyi, biletlərin satışı, işçi qüvvəsinin yararlılığı, texniki avadanlıqların qaydasında olduğundan əmin olmalıyıq. Sarı mətbuatın inşaatçıların parka saxta bomba keçirilməsinə yardım etdiyini yazması hələ də çox iş görməli olduğuna sübutdur. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.